Şimdi musiqiyə çalıyacaq, Ələsgər Əliyev oxuyacaq, Şahinlər oxuyacaq. Bəli, çox gözəl bir mahnıdır. Eşidək. Yaşayıp sevinci, duyup kederi, halkımın yolunda mayak olmuşam. Şerefi, vügarı, gemi, kederi, duyarak yurduma dayak olmuşam. Yaşamadım heder geçen günleri, bəxşettim yurduma merçahinleri. Günlerim, aylarım sona yetmeyir, çektiğim kaygılar heder gitmeyir. Yaşamadım heder, yanmadım heder. Yaşamadım heder geçen günleri, bəxşettim yurduma merçahinleri. Günlerim, aylarım sona yetmeyir, çektiğim kaygılar heder gitmeyir. Öğrenip hayatı duydum derinden, götürdüm yükünü xeyir şerinden. Artıp çoxalsa da saçlarımda den, doymadım evlada yurda sevgiden. Yaşamadım heder geçen günleri, bəxşettim yurduma merçahinleri. Günlerim, aylarım sona yetmeyir, çektiğim kaygılar heder gitmeyir. Yaşamadım heder, yanmadım heder. Yaşamadım heder geçen günleri, bəxşettim yurduma merçahinleri. Günlerim, aylarım sona yetmeyir, çektiğim kaygılar heder gitmeyir. Yaşamadım heder, yanmadım heder. Yaşamadım heder geçen günleri, bəxşettim yurduma merçahinleri. Günlerim, aylarım sona yetmeyir, çektiğim kaygılar heder gitmeyir. Yaşayıp sevinci, duyup kederi, halkımın yolunda mayak olmuşam. Şerefi, vügarı, gemi, kederi, duyarak yurduma dayak olmuşam. Duyarak yurduma dayak olmuşam. Duyarak yurduma dayak olmuşam. Çox sağ olun Ələsgər, çox sağ olun. Fəqmən biz sizə çox təşəkkür edirik. Bugün verilişimizin o musiqi zənginliyini bir qədər də yüksəltdiyiniz üçün. Təşəkkür edirəm, sağ Çox olacaq. arif bir dinləyicisiniz və mahnıya münasibətinizdən dərhal bu həssaslığınız xüsusi olaraq hiss olunur. Yaşayın, yaradın. Mən təbii ki, biz yenə cavanlıqdan danışacağıq. Mən Ələsgərə böyük uğurlar buradan arzulayıram. Mən inanıram ki, Ələsgər Azərbaycandan çıxıb ayrı
dövlətlərdə, ayrı respublikalarda bizim Azərbaycanın adını yüksəklərdə İnşallah. daşıyacaq. Çox sağ Mən olun. sağ olun. ümidliyəm ona. Sağ olun. Əziz tamaşaçılar, biz isə reklam fasiləsi ilə davam edirik. Ağçəyimə təşəkkürlərimizi bildiririk. Uzun illərdir yaddaşlarda Ağçəyim iz qoyur, nömrə birliyini qoruyub saxlaya bilirsiniz də öz müraciətlərinizi Ağçəyimə edin. Reklamlardan sonra yenidən qarşınızdayıq. Yeni gün verilişinin sponsoru Bizim Ev Mebel şəhəri.